insanların bir qismi vəzifəyə gedəndən sonra görürsən ki, xarakterlər dəyişir, o qalstuk, o kostyum, o forma daimi dəyişir, o nişan həmişə sanki onun üçün bir tanıtım obrazına Niyə, kim çevrilir. mane olur ki, Fazil müəllim? Bunlar bilirsiniz, insan daimi harda olmağından asılı olmayaraq, hətta bir adada da olsa, hər zaman nəyisə kəşf eləməyə çalışmalıdır. Birinci özünü kəşf eləməyə çalışmalıdır, öz potensialını kəşf eləməlidir. Bizim kimi cəmiyyətlərdə heç kim öz potensialını kəşf edə bilməyibdir. Hər kəs arzuladığı yerdə deyil. Hər kəs sadəcə qarşısına çıxan hansısa bir yolun perspektivini düşünərək onunla irəlilənmiş bir xarakteri özünə qəbul etdirir. Məsələn, deyək ki, mən bəlkə elə özümdən başlayım, mən bəlkə yaxşı bir ədəbiyyatşünas olardım, filoloq olardım, amma mən zorən hüquqşünas oldum. Çünki filologiyada bir neçə konkursa düşdüm və yolumu bağladılar hansısa formada. Oradan keçə bilməyəndə, amma digər daha çətin bariyeri rahatlıqla keçdim. Hansısa bir şərtlər uyğun gəldi. Bu deməkdir ki, mən seçimim öz arzularıma görə olan bir seçim olmursa, onda insan öz yerini təbii ki, tapması çətin olur. Belə vəziyyətdə kompensasiya eləməlisən. Kompensasiya arzularını artıq o işindən kənarda həyata keçirmə yolunu düşünməlisən. Və bunu düşündükcə sən artıq özünə qayıda biləsən, özünü kəşf edə biləsən, öz potensialın nədir, onu anlaya biləsən. Ona görə də bəlkə sənin iddialarını biraz lazım gəlsə azaldacaq, bəlkə çoxaldacaq. Amma bizdə görürsünüz ki, istedadı olmayan, yaxud da qabiliyyəti olmayan adam hara təşrif edirsən, sonra dürtülür, orada geri oturur. Amma sonra da özü pis vəziyyətdə qalır ki, axı bu auditoriya mənim deyil, burada həm də nə olsun, postu tutmusan, amma çıxış da eləməlisən, söz deməlisən. Sözün varmı? Yox. Sözün yoxsa sən hansı, məsələn, elə olur ki, adamlar var ki, tutaq ki, hansısa bir sahədə uğur qazana bilmir. Amma bir də görürsən ki, mahnı yazır, həccə gedir, gəlir bir poema yazır, şairiyə çevrilir, şairə çevrilir, yaxud da titulları adın qarşısına düzür, Həcü xanım, Məşədi xanım, Məşədi, Kərbalayı. Bu hamısı nəyin hesabına olur? İnsan öz şəxsiyyətini cəmiyyətə olduğu kimi təqdim eləməyə problem yaşayanda mütləq ona yan demək, dopinglər, yan təsirlər lazımdır, kömək lazımdır. Hansısa bir elementlər ona biraz obrazını təhrif olunmuş süni intellektlə hazırlanmış formada cəmiyyətə tanıtmalıdır. Dərli bəzəkli tanıdır özünə. Ona görə də bundan məmurlaşma da əslində bunun başqa bir formasıdır. Yəni insan heç bir halda özünü tamamilə bir məmur həyatına həsr eləyə bilməz.